بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا محمد وعلى آله وصحبه أجمعين أما بعد. Mən də təbriklərə qoşularaq qardaşımızı təbrik edir və Allah Resulü sallallahu aleyhi və səlləmin etdiyi dua ilə dua edirik. Barakallahu ləkə və baraka aleykə və cəma'a beynəkumə fi xayr. Allah Teala sizin bu izdivacınızı xeyirli, bərəkətli etsin. Allah Teala bu evliliyi Allahın razılığına aparan bir yol etsin. Allah Teala bu evlilikdə nə kimi xeyirlər varsa hamısını sizin üçün yazsın. Və həmçinin Allah Teala istəyirəm ki, Allah Teala sizə Allaha itaatdə böyüyən, Allahı sevən zürriyyət bəxş eləsin. Evlilik Allah Teala'nın yəni insanlığa bəxş etdiyi böyük nemətlərdən biridir. Çünki Allah Teala evlilik sayəsində insanı qoruyur. İnsanın namusunu qoruyur, nəslini qoruyur və həmçinin dinini qoruyur. Yəni evlilik sayəsində insanın dini qorunmuş olur. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Mən rəzəqəhullahu zəvcətən salihətən fəqad ə'aləhu alə nisfi dini. Allah Teala bir kimsəyə salih zövcə, əməli salih zövcə nəsib edərsə, dinin yarısını kamilləşdirmişdir. Yerdə qalan ikinci yarısı haqqında da Allahdan qorxsun, təqvalı olsun. Ümumiyyətlə, yəni insanın həm ailəlik həyatında və həmçinin hər bir sahədə xoşbəxtçilik əldə etməsi üçün yəni din ən böyük amil sayılır. Allaha qulluq, Allaha itaat. Necə də ki olmasın, Allah Teala buyurur, Mən amilə salihən min zəkərin əv unthə və huvə mu'min fələnuhiyyənnəhu həyətən tayyibə. Hər hansı kişi və yaxud da qadın iman gətirdiyi halda salih əməl edərsə, biz ona xoş həyat verərik. Yəni, bu ayə açıq aydın bildirir ki, kim bu dünyada xoşbəxtlik, səadət istəyirsə, qəlb rahatçılığını əldə etmək istəyirsə, ən birinci iman və sonra salih əməldir. Yəni, Allah Teala buyurur ki, biz ona xoş həyat verərik. Demədi ki, biz ona bol ruzi verərik. Yəni, bu da onu bildirir ki, iman gətirdikdən sonra salih əməl edən hər bir insan, hər bir halında xoşbəxt. Hər bir halında. Ona müsibət öz verdiyi zaman xoşbəxt. Kasıblıq üz verir, yenə xoşbəxt. Xəstələnir, yenə xoşbəxt. Necə ola bilər ki, insana müsibət üz versin, xəstələnsin, ruzisi daralsın, xoşbəxt olsun. Çünki bu insanda, iman gətirən insanda ona üz verəcək hər bir şeyi qarşılamaq üçün yəni əsaslar var. O əsaslar sayəsində düzgün qarşılayır. Nemət gəldiyi zaman şükr edir. Müsibət gəldiyi zaman səbr edir. Yenə Allah Teala onun qəlbinə hüzur, səadət, xoşbəxtçilik yerləşdirir. Və o insan ki, ümumiyyətlə iman gətirməyib və yaxud da iman gətirib, imanda problem var, zəifdir və o insan nemət əldə etdiyi zaman şükr etmir və deyir ki, mən bu neməti öz bacarığıma görə, öz ağlıma görə, öz təcrübəmə görə əldə etmişəm. Yəni, bunu Allaha mənsub etmir. Müsibət gəldiyi zaman başını divara çırpır. Bankrot olur, başını divara çırpır. Saçını yolur, sinəsini cırır və üzünü vurur. Yəni, baxın, bu insan bu hərəkətləri ilə birincisi ona üz verən müsibəti geri qaytara bilmir. Və ikincisi əsəbi xəstəliyə tutulur. Və üçüncü səbrin mükafatını itirir. Və dördüncü, bundan da daha şiddətlisi Allahın qəzəbini qazanır.
Hər bir insan soruşulanda kimin qulusan deyildiği zaman deyir ki, Allahın quluyam. Amma görürsən ki, insan yəni bu kimi hərəkətlərlə Allaha qulluq etmir. Allaha qulluq etmir, Rəbbinə asi olur. Yəni heç qul da ağasına asi olarmı? Hanı onda o qulluq, qulluğun əlaməti, o qulluğun göstəricisi. Əgər insan quldursa, hər bir halda firavanlıq anında və həmçinin müsibətdə də Allaha qulluq etməlidir. İnsan bilməlidir ki, Allah Teala müsibəti qulunu məhv eləmək üçün, onu həlak etmək üçün müsibət göndərmir. Allah Teala müsibəti qulunu sevdiyindən və onun qulluğunu və səbrini yoxlamaq üçün müsibət göndərir. Və görək bu qul qulluğunu həyata keçirirmi və səbr edirmi? Və ona görə insan bu dünyada və həmçində axirətin də xoşbəxtliyini əldə etmək istəyirsə, o xoşbəxtçiliyin üzərinə aparan yol, yeganə yol varsa o da imandır. Allaha və Allah Teala'nın dediklərinə iman gətirmək və sonra bu imanın tələb etdiyi şəkildə əməl etməsidir ki, o xoşbəxtçiliyi əldə etsin. Necə ki, neft olmayan torpağı insan nə qədər qazsa, o torpaqdan, o yerdən neft çıxmadığı kimi və xoşbəxtliyi olmadığı yerdə insan nə qədər xoşbəxtlik axtararsa, vallahi tapmayacaqdır. Bu dünyada hər bir insanın kimliyindən asılı olmayaraq, istəyir müsəlman, qeyri-müsəlman, yaxşı, pis, bu dünyada xoşbəxt olmaq istəyir. Kimdən soruşsan, bu dünyada xoşbəxtliyi arzuluyur. Amma insanların xoşbəxtliyi əldə etmək üçün onun üzərinə apardığı yollar, üslubları müxtəlifdir. Və kimisi deyir ki, xoşbəxtlik vəzifədədir. Əgər prokuror, müstəntiq, rəisdən olsam, xoşbəxt olaram. Amma başqa birisi isə deyir ki, yox, xoşbəxtlik mal dövlətdədir, milyonum olsa xoşbəxt olaram. Digər isə deyir ki, xoşbəxtlik insanın kef damaq içərisində əylənməkdə olmasındadır, əylənməsindədir. Amma mömin insan isə bu xoşbəxtliyi harada axtarır? Rəbbinə qul olmasında, onun əmrini yerinə yetirib, qadağalarından çəkinməsində. İndi gəlin baxaq bu insanlardan hansı o xoşbəxtçiliyin üzərinə aparan yolu düzgün tutub. Allah Teala öz kitabında buyurur: وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِ فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكَ. Kim mənim zikrimdən uzaq olarsa, yəni zikrimdən deyildiği zaman Qur'andan və Qur'anda olanlardan uzaq olarsa, o insanın güzaranı, yaşayışı sıxıntı içərisində olar. Yəni, vallahi o insan istədiyini yesin. Ən bahalı yeməklər, ən bahalı paltarlar geyinsin və qəsrlərdə, villada yaşasın, vallahi o insan xoşbəxt ola bilməz. Nə qədər ki, Qur'andan uzaqdır. Allahın zikrindən uzaqdır, Allaha boyun əyməkdən uzaqdır. Və özünüz də bunu təcrübədən keçirə bilərsiniz. Və görərsiniz ki, neçə insanlar var, milyonlar var. Villadan çıxır, amma üzündən zəhrimar yağır. Niyə? Çünki insanın qəlbində olmadığına görə insanın üzünə də çıxmır. O qəlbində olan zülmət, o qaranlıq insanın üzünə çıxır. Çünki əsl xoşbəxtlik qəlbdə olur. Və qəlbə də xoşbəxtliyi yerləşdirən Allah Teala'dır. Və Allah Teala da nəyin sayəsində yerləşdirir? O qulluğun sayəsində. Heç vaxt insan günahla, asiliklə o huzuru, qəlb rahatçılığını tapa bilməz. Onu axtarsa da heç vaxt tapa bilməz. Hətta yəni bu barədə istəyir müsəlman olsa, istəyir qeyri-müsəlman alimlər hamısı ittifaq ediblər ki, əsl xoşbəxtlik, əsl səadət qəlb rahatçılığıdır. Hətta Amerikalı bir profesor deyir ki, mən ilk tələbəlik illərimdə yəni xoşbəxtliyin əsas bariz amillərini bir cədvəl çəkdim, onun xanalarında qeyd etdim. Yəni onlara görə insan xoşbəxt olması üçün, yəni birincisi onun mal dövləti olmalıdır, milyonu olmalı. İkincisi vəzifə, üçüncüsü şan şöhrəti olması. Yəni insanlar içərisində
tanınmasıdır. Və sonra bunu özlərindən olan başqa bir psixoloqu göstərir, nəfs aliminə göstərir və o da bunun üzərindən xətt çəkir və deyir ki, bunların heç biri xoşbəxtlik deyil. O mənə dedi ki, xoşbəxtlik qəlb rahatçılığıdır. Əsl xoşbəxtlik qəlb rahatçılığıdır. Mən onunla razılaşmadım. Artıq o söhbətdən yarım əsr, 50 il keçir və indi dərk edirəm ki, əsl xoşbəxtlik, əsl səadət, yəni qəlb rahatçılığıdır. Amma bəzi insanlar elə güman edirlər ki, yəni bir insanın mal dövləti varsa, o insan xoşbəxtdir. Yəni Allah Teala onu sevir, ona sevdiyindən ona mal dövlət verir. Və yaxud da kiminsə kasıbdırsa, Allah Teala onu xoşlamır, ona görə onun ruzisini daraldır. Allah Teala Qur'anda bu zənni aradan qaldırır və buyurur ki, insanlardan, yəni eləsi vardır ki, yəni Allah Teala qullarından eləsinə mal dövlət verir, onu yoxlamaq üçün. Və o insan deyər ki, Rabbi əkramən, Rəbbim məni ikram etdi. Yəni, mən bu mal dövlətə layiq olduğum üçün Allah Teala mənə bu mal dövləti verdi. Yəni, o insan Rəbbinə şükür etməz. Və əmmə idə məbtələhu fəqədər aleyhi rizqahu fəyəqulu Rabbi əhənən. Nə vaxt ki, Allah Teala yenə qulunu imtihana çəkmək üçün, onu yoxlamaq üçün, onun ruzisini daraldır və o insan deyər ki, Rəbbim məni alçatdı. Yəni, səbr etməz. Allah Teala cavabında buyurur ki, kəllə, xeyr, xeyr, heç də belə deyildir. Yəni, mənim kiməsə mal dövlət verməyim, ona olan sevgimi bildirmir. Və yaxud da kiminsə ruzisini daratmağım, onu kasıblaşdırmağım, ona olan qəzəbimi, nifrətimi bildirmir. Və sadəcə bunların ikisi bir imtihandır. Mən mal dövlətlə də qullarımı imtihana çəkirəm və həmçinin kasıblıqla da. Mən kimi ucaldıramsa, yalnız mənə olan itaətinə, qulluğuna görə ucaldıram. Və mən kimi alçaldıramsa, yalnız öz günahına görə, asiliyinə görə, məndən üz döndərməsinə görə alçaldıram. Deməli, insanın həqiqi səadəti, yəni bu mübarək kitabı oxuyub, orada olanlara əməl etməsindədir. Yəni, bu Qur'an dirilərin kitabıdır. Halbuki bu Qur'anı insanların çoxu ölülərə oxuyurlar. Bu Qur'anın ölülərlə heç bir əlaqəsi yoxdur. Çünki Allah Teala Qur'anın Yasin surəsində 70-ci ayəsində buyurur ki, liyunzira men kana hayyan. Yəni bu Qur'an diri olanı qorxutmaq üçündür. Bu Qur'an diri olanı. Çünki Allah Teala orada əmirlər buyurur. Namaz qılın, oruç tutun, zəkat verin, faiz yeməyin və digər günahlardan çəkindirin. Bu əmirlər və qadağalar dirilərə aid, ölülərə aid deyildir. Və nə qədər insan Qur'anla maraqlanarsa, onu oxuyub orada olanlara əməl edərsə, bir o qədər də Qur'anın bərəkətindən, xeyrindən əldə edər. Qur'an mübarək kitabdır. Yəni, Qur'anı parçaya büküb, rəfə qoymaqla bərəkət əldə olunmur. Və yaxud da Qur'anın maşından asmaqla bərəkət əldə olunmur. Onun bərəkəti onu oxuyub, orada olanlara əməl etməkdədir. Və Allah Teala orada əmirlər buyurur. Əmirlərin ən böyüyü, ən əzəmətlisi tövhiddir. Yəni, Allah Teala'nı ibadətdə təkləşdirmək. Və qadağalar həmçinin. Və qadağaların da ən şiddətlisi şirk, yəni insanın başqasını Allaha bərabər tutmasıdır, şərik qoşmasıdır. Yəni, insan başqasından, ölüdən, qəbirdən, daşdan, ağacdan övlad istəməsi və yaxud da şəfa istəməsidir. Yəni, bu Qur'anda ən böyük günahlardan keçir. Ən böyük günah şirkdir. Yəni, insanın başqasını Allaha şərik qoşmasıdır. Allah Teala bunu Qur'anda çox müfəssəl, aydın şəkildə izah edir. Problem odur ki, insanlar Qur'anı oxumur. Allah Teala Həcc surəsində buyurur ki, Yə əyyuhənnəsu zuribə məsəlun fəstəmi'u ləh. Ey insanlar, bir misal çəkildi, ona diqqət yetirin. İnnellezine ted'un min dunillahi len yakhluqu zubaban ve law ijtama'u lah. Sizin Allah'tan qeyri o çağırdıqlarınız babalar, əfəndilər, pirlər bir milçək yarada bilməzlər. Bir milçək yarada bilməzlər.
Hətta bu işdən ötürü onların hamısı bir yerə toplaşsalar belə, bütün dünyanın babaları, əfəndiləri və bütün dünyanın pirləri bir araya gəlsə, bir milçək nədir onu yarada bilməzlər. Sonra Allah Teala buyurur: وَاِنْ يَسْلُبْهُمُ الذُّبَابُ شَيْئًا لَا يَسْتَنْقِذُهُ مِنْ. Əgər o milçək o babanın üstündən, yəni o qəbrin üstündən bir şey götürərsə, onun götürdüyünü geri qaytara bilməz. ضَعُفَ الطَّالِبُ وَالْمَطْلُوبُ. İstəyən də aciz, istənilən də aciz. مَا قَدَرُ اللّٰهَ حَقَّ قَدْرِهِ. Allahı lazımınca qiymətləndirmədilər. Allahı lazımınca qiymətləndirmədilər. Yəni, insanın belə bir iş tutması birbaşa Allahı təhqir etməsidir. Birbaşa Allahı söyməsidir. Allah Teala evlad verir, sonra deyirlər ki, bu evladı filan pir verdi. Və uşağın da adını qoyurlar, pir verdi. Allah qorusun. Yəni, bu kimi günahlar ən dəhşətli, ən böyük günahlar sayılır. Və belə bir günahlar olduğu halda insan heç vaxt, yəni qəlb rahatçılığını, qəlb səadətini əldə edə bilməz. Və necə ondan sonra axirət səadətini əldə etsin. Və Allah Teala'dan istəyirəm ki, Allah Teala xalqımızı hidayət etsin və şirkdən qutarsın, tövhidə yönətsin və qardaşımız da ailəsi ilə birgə bu dünyanın və həmçində axirətin səadətinə qovuştursun. Çox sağ olun, selam. İxlasla.com saytı tərəfindən təqdim olundu.